Evdə nə varsa, ağlıma gələnləri qatdım. Özüm də bilmirdim necə alınacaq. Amma nəticə gözlədiyimdən də ləzzətli oldu. Mən bişirdiyim heç bir şeyin reseptini başqa səhifələrdən kopyalamıram. Adətən öz ağlıma gələnləri bişirib hazırlayıram. Ən maraqlısı isə odur ki, nəticə hər zaman super olur. Bu dəfə də içərisinə nə qatdığımı və sonunda necə alındığını görmək üçün videonu sona qədər izləyin. Əvvəlcə 7 stəkan unu qaba tökürəm. Üzərinə əridilmiş 200 qram yağı əlavə edib unla birlikdə əlimlə yaxşıca ovuram. Baxıram ki, yağ biraz çox oldu, ona görə də biraz da un əlavə etdim. Mən bu cür reseptlər hazırlayanda xəmirin vəziyyətinə baxıb ərzaqları göz qərarı ilə də tənzimləyirəm. 1 paket vanil və 2 qabartma tozunu da əlavə edirəm. İki stəkan şəkər tozu, 3 yumurta. Bunları biraz qarışdırdıkdan sonra üzərinə soyuducuda qalmış yarım stəkan çəkilmiş qoz, qaynanan şokolad ustasıdır. Ondan qalan damla şokoladlar və qırılmış şokoladları da xəmirə əlavə edirəm və bunları yaxşıca yoğururam. Görürəm ki, xəmir tam alınmır, 1 stəkan süd tökmək qərarına gəldim. 1 stəkan südü az-az xəmir olana qədər töküb yaxşıca yoğururuq. Xəmirimiz hazırdır. İndi ona istədiyimiz formanı verib soba qabına düzürük. Bu xəmirdən təxminən 60 ədəd kurabiyə alındı. Bəh, 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 ləzzətli kurabiyələrimiz hazırdır. Bu yeni reseptimi bəyəndinizmi? Fikirlərinizi şərhlərdə mütləq yazın. Mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Göz haqqınızı halal edin. Hələlik.